Sumqayıt 1949-cu ildə şəhər statusu aldı. O vaxt kiçik balıqçı kəndi olan ərazi tədricən Azərbaycanın sənaye və iqtisadi mərkəzlərindən birinə çevrildi. İlk illərdə burada neft, kimya və metallurgiya müəssisələri yaradıldı. Minlərlə ailə üçün yaşayış binaları inşa edildi. Sovet dövründə şəhər sürətlə inkişaf etdi və ölkənin sənaye xəritəsində mühüm yer tutdu. Doğru Xəbər TV bildirir ki, müstəqillik dövründə Sumqayıt yeni mərhələyə qədəm qoydu. 2000-ci illərdə şəhərdə abadlıq işləri, ekoloji bərpa, yeni parklar və yaşayış komplekslərinin tikintisi prioritet sahələrə çevrildi. Təhsil və səhiyyə infrastrukturu yenidən formalaşdırıldı. 2015-ci ildən etibarən Sumqayıt şəhər icra hakimiyyətinə Zakir Fərəcov rəhbərlik etməyə başladı. Bu dövrdə şəhərdə layihələndirilmiş və ardıcıl şəkildə icra olunan geniş miqyaslı işlər başladı. Təhsil sahəsində bir sıra məktəb binaları tam yenidən quruldu, mövcud məktəblərdə əsaslı təmir işləri aparıldı, sinif otaqları müasir avadanlıqlarla təmin edildi. Şəhərdə uşaq bağçaları, şahmat və musiqi məktəbləri istifadəyə verildi. Təhsil sahəsində aparılan bu işlər minlərlə uşağın daha rahat və müasir şəraitdə təhsil almasına imkan yaratdı. Səhiyyə sahəsində də ardıcıl tədbirlər görüldü. Bir neçə poliklinika yeniləndi. Mövcud tibb müəssisələrinin şəraiti yaxşılaşdırıldı, tibbi avadanlıqları yeniləndi. Xüsusilə Sumqayıtın 2 saylı şəhər xəstəxanasının yeni binası istifadəyə verildi. Bu tibb mərkəzi ən müasir standartlara cavab verir və xəstələrə keyfiyyətli xidmət göstərilməsini təmin edir. Mədəniyyət və ictimai həyat sahəsində də şəhər bir sıra yeniliklərə sahib oldu. Sumqayıt Dövlət Dram Teatrı, Rəsm Qalereyası, Tarix Muzeyi və Gənclər Evi yeniləndi. Yeni mədəniyyət mərkəzləri açıldı, ictimai tədbirlər üçün müasir məkanlar istifadəyə verildi. Dənizkənarı bulvar tam yeniləndi. Yeni parklar, xiyabanlar və istirahət zonaları yaradıldı. Şəhidlər xiyabanı bərpa edildi. Burada abidə kompleksi və xatirə lövhələri ucaldıldı. Qeyd edək ki, görülən işlərlə yerində tanış olmaq üçün Kanal 14 olaraq Sumqayıt şəhərində olduq və yerli sakinlərin də bu mövzuda fikirlərini soruşduq. Sakinlər parkların, bulvarın, məktəb və səhiyyə obyektlərinin gündəlik həyatlarına qatdığı rahatlıqdan danışdılar və görülən işlərin onların həyatındakı əhəmiyyətini vurğuladılar. Sumqayıt xoşuma gəlir, həm də əsas da bu göyərçin xoşuma gəlir, Nəsimi, çünki həm burada velosiped sürür, həm burada tanışlarımız olur, velosiped sürür, ona görə. Bəli, 5 il bundan əvvəl olan Sumqayıtla bugünkü Sumqayıtın fərqi varmı sizcə? Var. Nədədir məsələ? Yeni binalar tikilib, əvvəl binalar sökülü idi, bütün hamısı torpaqdan, toz torpaqdan idi. Amma Sumqayıtımızın gözəl məkanına xoş gəlmisiniz, hörmətli Kamal müəllim. Bildiyiniz kimi Sumqayıt bir neçə gündən sonra artıq 76-cı ilini qeyd edəcək. Yəni yaşı 76 olsa da Sumqayıt şəhəri ən gənc şəhər hesab olunur Respublikamızda. Demək olar ki, bu şəhər hal-hazırda Respublikanın bir brend şəhəridir. Bütün dünya ölkələrindən, MDB məkanından gələn bütün rəhbər işçilər, turizm sahəsində gələn bütün nümayəndələr hal-hazırda Sumqayıtda olan şərait, münbit şərait haqqında daimi öz ürək sözlərini yüksək mənada qeyd edirlər. Şəhər icra hakimiyyətinə öz təşəkkürlərini bildirirlər. Şəhər bələdiyyəsinə inkişafa görə müəyyən küçələrin təmizliyinə, ümumiyyətlə bütün təmizlik işlərinə görə Sumqayıt şəhərinin analoq olmayan bir şəhərdir. Göz önünüzdədir, artıq bu dənizi qırağına da fikir vermişsiniz. Bu gördüyünüz binaların məkanında bir neçə illər bundan öncə bir bataqlıq məskəni. Şəhər rəhbərliyi demək olar ki, artıq 10 ildir bu şəhərə qədəm qoyub. Şəhər icra hakimiyyətinin başçısı, hörmətli Zakir müəllim Fərəcov. O gələndən sonra cənab prezidentin də bu şəhərə səfəri olmuşdu və o əminliklə söz vermişdi ki, burada yeni bir Sumqayıt şəhərcik salınacaq. Eyni zamanda Sumqayıt şəhərində nə qədər yüksək mərtəbəli binalar var, hamısının dam örtükləri bir mənalı şəkildə tam təmir olundu. Artıq vətəndaşlarımız heç biri dam örtüklərindən şikayət edə bilir. Bir neçə məkanını da özünüz görmüsünüz, dəniz kənarında bizim gözəl orada Bayraq Muzeyi,
muğam mərkəzi, analogu olmayan dəniz kənarı park hal-hazırda bu bayram günlərində insanlar çox yüksək səviyyədə istirahət edirlər. Yəni demək olar ki, şəhər haqqında çox geniş məlumatlar vermək olar. Bir il bundan öncə Sumqayıt şəhərinin 75 illiyi çox respublika səviyyəli bir 75 illik qeyd olundu. Şəhərin nümunəvi sakinləri cənab prezident tərəfindən fəxri fərmanlara, tərəqqi medallarına layiq görüldülər. Və ümid edirəm ki, bundan da sonra bizim Sumqayıtımız daimi respublikanın ən önlü şəhərlərindən biri olacaq. Şəhid və qazi ailələrinə Sumqayıt şəhərində bir mənalı qiymət qoyulur. Kiçik 7 yaşından 77 yaşına kimi insanlar hamısı şəhid ailələri, qazi ailələri önündə baş əyir. Şəhərimizin ən gözəl güşələrindən biri olan şəhərin deməli Şəhidlər Xiyabanında siz olmusunuz. Mən özünüzdə məlumat verdiniz. Şəhərimizin, yəni icra hakimiyyətinin önündə bildiyiniz kimi yeni bələdiyyə parkı fəaliyyət göstərir. Təmir işləri demək olar ki, orada artıq sona yetmək üzrədir. Görəcəksiniz. Və eyni zamanda şəhər sakinləri üçün orada xüsusi xidmət yerləri ayrılıb ki, heç bir təmənnası şəhər sakinləri kim nə cür istəyirsə gəlib orada öz günlərini qeyd edə bilir. Lazımi stullar qoyulur. Şəhər sakinləri istədiyi vaxt, yəni günün istədiyi saatlarında gəlib orada istirahət edə bilər. Burada görülən işlər barəsində qısa məlumat verə bilərsinizmi? Park kimi çox gözəldir, yaxşıdır. Yaxşı şərait düzəldiblər. Qaba oturacaqları, sonra orada əyləncə uşaqlar üçün düzəldiblər. Bunların çox şeylər var, amma mənim üçün xüsusi qeyd elədiyim o çox üzr istəyirəm, ayaq yolunun düzəldilməsi. Səliqəli, çox səliqəli. Bilirsiniz, o parkda dincələnlər üçün çox vacib bir məsələ. Zəruri ehtiyaclar üçün vacibdir. Qalan işlər də hamısı qaydasındadır, yaxşı. Burada təmizləyirlər, oturacaqları o yol qırağında olan, küçənin qırağında olan oturacaqlar sınanda dəyişdirirlər, sınmış yer. Yəni vaxtında burada xidmətlər yüksək səviyyədə aparılır. Çox razıyıq, yaxşı. Yəni yaxşı da istirahət edə bilirsiniz. Bəli, bəli. Siz nə deyə bilərsiniz? Zəhmət olmasa təqdim edirsiniz. Ben de onları təsvir edirəm. Adınız necə oldu? Rafik. Həkim. Rafik müəllim, həkimsiniz. Burada istirahətiniz necə keçir? Burada bizim istirahətimiz belədir ki, indi biz demək olar ki, yaxşıdır. İnfrastruktur sahəsində şəhərin yolları əsaslı şəkildə təmir edildi. Yeni küçələr, səkilər və işıqlandırma sistemi quruldu. Nəqliyyat axını rahatlaşdırıldı və şəhər daha müasir urbanist görünüş qazandı. Sənaye sahəsində isə Sumqayıt Kimya Sənaye Parkının inkişafı xüsusi qeyd edilməlidir. Burada yeni müəssisələr fəaliyyətə başladı, minlərlə gənc işlə təmin edildi və şəhərin iqtisadi aktivliyi artdı. Park həm texnoloji yenilikləri, həm də investisiya imkanlarını genişləndirdi. 2015-ci ildən indiyədək Sumqayıt şəhəri sistemli inkişafın nəticəsi olaraq təkcə sənaye mərkəzi deyil, həm də müasir təhsil, səhiyyə, mədəniyyət və sosial həyatın nümunəsi olan şəhərə çevrildi. Əziz dostlar, mən sizi hamınızı salamlayıram. Mən yenidən Sumqayıtda olmağımdan çox məmnunam. Əvvəlki illərdə dəfələrlə Sumqayıtda olmuşam. Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Bugün Sumqayıtda bir çox gözəl obyektlərin açılışını biz qeyd edirik. Onların içində əlbəttə ki, öz əzəməti ilə, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev mərkəzidir. Bu mərkəz həm memarlıq baxımından, həm funksional baxımından çox gözəl abidədir. Görülən işlər şəhərin abadlaşmasına, vətəndaşların rahatlığının artırılmasına və iqtisadi imkanların genişlənməsinə xidmət etdi. 76 illik tarixə malik Sumqayıt bugün həm yaşayış, həm təhsil, həm sənaye, həm də mədəniyyət baxımından Azərbaycanın nümunəvi şəhərlərindən biri olaraq tanınır.